Rəvayət edilir ki, Muğirə ibn Uyeynə demişdir. Davud, ona Allahın salamı olsun, dedi: Ey Rəbbim, bu gecə səni məndən daha çox zikr edən bir kimsə oldu mu? Allah ona, bəli, qurbağa məni səndən daha çox zikr etdi deyə vəhy edərək bu ayəni nazil etdi. Ey Davud nəsli, bu nemətlərə şükür edin. Qullarımdan şükür edəni azdır. Səba 13. Davud dedi: Ey Rəbbim, sənə şükür etməyə necə gücüm çatar ki, neməti verən də, sonra nemətə görə şükür bəxş edən də, sonra hər bir nemətin ardından neməti artıran da sənsən. Ey Rəbbim, nemət də səndən, şükür də səndəndir. Mənim sənə şükür etməyə necə gücüm çatar? Allah buyurdu: İndi mənə layiqincə tanıdın, ey Davud. Əhməd ibn Həmbəl, Əz-Zuhd 360.